Salam. Deməli bugün yeni bir seriya başladıram. 100 günə 100 dərs seriyası. Burada əsasən gitar öyrənmək istəyənlər üçündür bu. Əlbəttə ki. Amma yenə də hər kəs yararlana bilər. Əgər gitarınız yoxdursa belə, çünki mən gitarım yox idi. Yenə də baxırdım gitar videolarına, nəsə həvəsim var idi. Başlayaq. İlk dərs olaraq simləri öyrənək. Simlər hansı simlərdir? Aşağıdan başlayaq. Birinci sim mi simi. Mi simidir. Sonra ikinci sim si. Si simi. Sonra sol. Üçüncü sim. Dördüncü sim la. Daha doğrusu dördüncü sim re. Beşinci sim la. Və axırıncı sim mi. Yenə mi. Sadəcə burada fərq nədir? Bu mi tizdir, incə. Bu mi isə qalındır. Ümumiyyətlə bu yuxarı 3 tel bas səslərdir. Bu aşağılar isə adi. Yəni gördüyünüz kimi məsələn, görürsünüz, bas səslər. Bu həm də arpej keçdikdə indi görəcəksiniz, arpejin başlanğıclarıdır. Məsələn, mi və fa akordu mi ilə başlayır. Sonra am la ilə başlayır. Re yalnız re ilə başlayır. Bəli. Bugünlük bu qədər. İndi gələcək dərslərimizdə gözləyin. Ümid edirəm ki, çox yaxşı tələbələr çıxacaq. Sevgi ilə qalın.